Gözünüzün qabağına bir anlıq bu səhnəni gətirin. 1949-cu il Montana. Göydən 15 cəsur meşə yanğın söndürəni paraşütlə alovlara doğru enir. Missiya çox aydındır, yanğını söndürmək. Standart bir missiya kimi başlayır hər şey. Bəli, amma bir neçə dəqiqə sonra külək qəfildən istiqamətini dəyişir və missiya, yəni tamamilə başqa bir şəkil alır. Bu artıq söndürmə yox, sağ qalma mübarizəsidir. Və yanğın bir divar kimi onların üstünə gəlir. Təsəvvür edin 9 metr hündürlükdə alovlar. Dəhşətdir. Hamı təbii olaraq qaçmağa başlayır. Amma komandir Wagner Dodge qəfildən dayanır və hamını şoka salan bir hərəkət edir. Cibindən kibrit çıxarıb, qarşısındakı quru otları yandırmağa başlayır. O anı bir düşünün. Komanda yoldaşları yəqin ki onun, necə deyim, dəli olduğunu düşünür. Onlar canlarını qurtarmaq üçün alovdan qaçırlar. Komandirləri isə sanki yeni bir alov yaradır. Bu onların bildiyi bütün qaydalara zidd idi. Tamamilə. Onlara öyrədilmişdi ki, alovdan qaçmaq lazımdır, avadanlıqları atıb daha sürətli olmaq lazımdır. Amma Dodge o anda başqa bir şey anladı. Onların bildiyi qaydalar artıq işə yaramırdı. O vəziyyəti yenidən düşündü. Və bax bu yenidən düşünmə anı onun həyatını xilas etdi. Onun yaratdığı bu yeni alov, kitabda deyildiyi kimi, bir qaçış yanğını idi. Bəli, otları yandıraraq özü üçün yanacaqsız, təhlükəsiz bir zona yaratdı. Üzünü ıslatdı və yerə uzandı. Bir neçə dəqiqə sonra da o nəhəng alov dalğası onun üstündən keçdi və o sağ qaldı. Amma faciə ondadır ki, komandasından 12 nəfər həlak oldu. Düzdür. Onlar öyrəndikləri qaydalara, belə deyək, kör-körənə sadiq qaldılar. Ağır avadanlıqlarını son ona qədər daşıdılar və alovdan qaça bilmədilər. Dodge isə sağ qaldı, çünki o təkcə avadanlıqlarını yox, həm də köhnəlmiş düşüncələrini, o an işə yaramayan planlarını atmağı bacardı. Bu həqiqətən də inanılmaz bir hekayədir və Adam Grant'ın Yenidən Düşün kitabının əsasını təşkil edir. Bugün sizinlə birlikdə məhz bu gücü araşdıracağıq. Niyə biz məsələn köhnələnmiş paltarlarımızı, telefonlarımızı asanlıqla yenisi ilə əvəz edirik, amma illər öncə formalaşmış, bəlkə də artıq keçərsiz olan fikirlərimizə bu qədər möhkəm yapışırıq? Gəlin bu mövzunun biraz dərinliyinə enək. Yaxşı, gəlin başlayaq. Kitab deyir ki, biz fikirlərimizlə bağlı bir mübahisəyə girəndə, beynimizdə sanki 4 fərqli şəxsiyyət oyanır. Bunu bir növ daxili rollar kimi təsəvvür etmək olar. Vaiz, prokuror, siyasətçi və alim. Və məncə, gündəlik həyatda, xüsusilə də sosial şəbəkələrdə ilk üçünü daha çox görürük. Dəqiq, elədir. Çünki bu rejimlər bizim egomuzu qorumaq üçün çox, necə deyim, əlverişlidir. Məsələn, bizim dərin inanclarımız, müqəddəs saydığımız fikirlər təhlükə altına düşəndə, dərhal vaiz rejiminə keçirik. Yəni başlayırıq moizə oxumağa ki, biz haqlıyıq. Bəli, öz mövqeyimizi qorumaq, haqlı olduğumuzu car çəkmək üçün başqasının argumentində bir zəiflik görən kimi isə dərhal prokuror oluruq. Onun iddiasını çürütmək üçün bütün dəlilləri toplayırıq, ittihamlar yağdırırıq. Siyasətçi rolu da yəqin ki, başqalarının təsdiqini, dəstəyini qazanmaq istəyəndə ortaya çıxır, elə deyilmi? Tamamilə öz qrupumuzun dəstəyini almaq üçün populyar olan fikirləri müdafiə edirik. Hətta bəzən özümüz tam inanmasaq belə. Siyasətçinin məqsədi həqiqəti tapmaq deyil, sadəcə auditoriyanı öz tərəfinə çəkməkdir. Və bu üç rejimin təhlükəsi oldu ki? Onlar bizi kör edir. Onlar həqiqəti tapmaq üçün deyil, sırf öz mövqeyimizi qorumaq üçün işləyir. Kitabdakı Steven Greenspan hekayəsi bunun çox acı bir nümunəsidir. O, Madoffun o məşhur maliyyə fırıldağının qurbanı olmuşdu və Grant onun bu tələyə necə düşdüyünü məhz bu üç rejim üzərindən izah edir. Bəli, çox təəssüf edici bir hekayədir. Baxın, Greenspan bacısının Madoffdan necə yüksək gəlirlər əldə etdiyini eşidir və dərhal vaiz rejiminə keçir. Bu, möhtəşəm bir fürsətdir, deyə özünü inandırır. Tam bir müaizə, hə? Bəli. Sonra bir dostuna deyir ki, ehtiyatlı ol, bu bir fırıldaq ola bilər. O an nə olur? O, prokurora çevrilir. Dostunun argumentlərini çürütməyə çalışır, onu boş-boş şübhələnən biri kimi ittiham edir. Və sonda ailə dostu olan maliyyə məsləhətçisi ilə görüşəndə sırf onu məmnun etmək, münasibətləri korlamamaq üçün siyasətçi kimi davranır və bütün əmanətlərini bu sxemə yatırır. Nəticədə? Nəticədə fəlakət, hər şeyini itirir. Deməli, təhlükə bu rejimlərə girməyimiz deyil, onlardan çıxa bilməməyimizdir. Bəs alternativ nədir?
Dördüncü rejim. Bəli, alternativ alim rejimidir. Amma bu bir peşə deyil, bu bir düşüncə tərzidir. Alim rejiminə keçəndə məqsəd haqlı çıxmaq olmur. Məqsəd həqiqətə ən yaxın olanı tapmaq olur. Yəni cavablarla yox, suallarla başlayırsan. Dəqiq. Öz inanclarını dəyişməz bir həqiqət kimi yox, sadəcə sınaqdan keçirilməli bir fərziyyə, bir hipotez kimi görürsən. Və bu, bizi təkəbbürdən deyil, təvazökarlıqdan başlayan yenidən düşünmə dövrünə aparır. O necə bir dövrdür? Çox sadədir. Təvazökarlıq şübhə yaradır, şübhə marağa səbəb olur, maraq isə kəşflərə, yəni yeni bilgilərə yol açır. Aydındır. Yaxşı, bəs bizə alim kimi düşünməyə nə mane olur? Niyə vaiz və ya prokuror olmaq daha asan gəlir? Məncə bunun bir səbəbi özümüzə həddindən artıq güvənməyimizdir. Kitabda buna kreslo məşqçisi sindromu deyilir. Bu mənə o qədər tanış gəlir ki. Hamımıza tanış gəlir. Futbol izləyərkən məşqçidən daha yaxşı bildiyimizi düşünmüşük yəqin ki. Bu psixologiyada Dunning-Kruger effekti deyilən bir fenomendir. Hə, eşitmişəm bu barədə. Qısaca desək, bir mövzuda nə qədər az bilsək, özümüzü bir o qədər bilikli hesab edirik. Sanki axmaqlıq zirvəsində dayanmışıq və hər şeyi hamıdan yaxşı bildiyimizə əminik. Maraqlı da, bilik artdıqca inam azalır yəni. Bir müddətlik, bəli. Bilik səviyyəmiz artdıqca, əslində nə qədər az şey bildiyimizi anlamağa başlayırıq və özümüzə inamımız azalır. Məhz bu nöqtə yenidən düşünmək üçün ən münbit şəraitdir. Deməli, spektrumun bir ucunda bu təkəbbürlü hər şeyi bilən var, bəs o biri ucunda nə var? Yəqin ki, özünə heç güvənməmək. Bəli, digər tərəfdə isə saxtakar sindromu dayanır. Bu, daha çox bacarıqlı insanların yaşadığı bir haldır. Uğurlarının təsadüf olduğunu, əslində bu mövqeyə, bu tərifə layiq olmadıqlarını düşünürlər. Hər an ifşa olunacaqlarını düşünürlər. Dedik. Amma kitabın ən təəccüblü iddialarından biri oldu ki, bu sindromun müəyyən bir dozası əslində faydalı ola bilər. Bir dəqiqə, bu necə ola bilər? Özünü saxtakar kimi hiss etmək necə faydalı ola bilər ki? Bu, adətən insanı iflic edən bir hiss deyilmi? Əgər həddindən artıq olarsa, bəli, iflic edə bilər. Amma mülayim səviyyədə bir şübhə bizi daha çox çalışmağa, daha çox öyrənməyə və tənqidə daha açıq olmağa sövq edə bilər. Yəni, əgər hər şey bildiyini düşünmürsənsə, deməli, öyrənməyə hələ yer var. Bu şübhə səni alim rejiminə daha yaxın saxlayır. İslandiyadakı prezident seçkilərində namizəd Halla Thomas Dottirin hekayəsi bu məsələni deyəsən çox gözəl işıqlandırır. Seçkilərə başlayanda reytingi cəmi 1% idi. Bəli, və özünü tam bir saxtakar kimi hiss edirdi. O, təcrübəli siyasətçilərlə mübarizə aparırdı və düşünürdü ki, mən bura aid deyiləm. Lakin o, bu hissi bir üstünlüyə çevirməyi bacardı. Necə? Özü bir müsahibəsində deyir, mən hər şeyi bildiyimi heç vaxt düşünmədim və bu mənim ən böyük gücüm oldu. Bu təvazökarlıq onu hamıdan, taksi sürücüsündən tutmuş fermerə qədər məsləhət almağa və öyrənməyə açıq etdi. O insanlara yuxarıdan aşağı baxmırdı, onlardan öyrənməyə çalışırdı. Və nəticədə populyarlığı sürətlə artdı, seçkilərdə ikinci yeri tutdu. Dəqiq. Deməli, məsələ nə təkəbbürlü olmaq, nə də özünə inamsızlıqdan əziyyət çəkməkdir. Qızıl orta bir nöqtə var. Kitabda buna əmin təvazökarlıq deyilir. Bu ifadə ilk baxışdan ziddiyyətli səslənir. Necə həm əmin, həm də təvazökar olmaq olar? Çox gözəl sualdır. Baxın, bu, öz konkret bacarıqlarına və nəticələrinə deyil, öyrənmə və inkişaf etmə qabiliyyətinə əmin olmaq deməkdir. Aydındır. Yəni, mən hər şeyi bilirəm demək əvəzinə, mən hər şeyi öyrənə bilərəm deməkdir. Tamamilə. Bu düşüncə kərzi sizə öz zəif tərəflərinizi, kör nöqtələrinizi qorxmadan görməyə və onları aradan qaldırmaq üçün addımlar atmağa imkan verir. Bunun üçün isə, deyəsən ətrafımızdakı insanların rolu çox böyükdür. Kitabda dəstək şəbəkəsi ilə sınaq şəbəkəsi arasında bir fərq qoyulur. Bəli, bu çox vacib bir məqamdır. Bizim hamımızın bizi ruhlandıran, çətin anlarda yanımızda olan bir dəstək şəbəkəsinə ehtiyacımız var. Amma təkcə bu kifayət deyil. Bizə həm də meydan oxuyanlar lazımdır. Dəqiq.
Bizim həm də bir sınaq şəbəkəsinə ehtiyacımız var. Bunlar bizim fikirlərimizə meydan oxuyan, səhvlərimizi üzümüzə deməkdən çəkinməyən, bizi düşünməyə vadar edən insanlardır. Onlar bizim kör nöqtələrimizi bizə göstərən güzgülərdir. Əmin təvazökarlığa çatmaq üçün hər iki şəbəkəyə ehtiyacımız var. Yaxşı, bu əmin təvazökarlıq halına çatmaq və özümüzü yenidən düşürməyə açmaq məsələsi aydındır. Amma ətrafımızdakı insanlar öz fikirlərinə bir vaiz və ya prokuror kimi yapışıbsa, vəziyyət çətinləşir. Yəni onlarla mübahisə etmək, faktları onların üzünə vurmaq adətən işə yaramır. Yaramır. Əksinə, onları sadəcə daha da müdafiəyə keçirir. Və bu, bəlkə də kitabın ən praktiki və faydalı hissəsidir. Grant daha təsirli bir üsul təklif edir. Motivasiyalı müsahibə. Motivasiyalı müsahibə. Bu nə deməkdir? Bu, əslində terapevtik bir texnikadır. Amma prinsipləri gündəlik həyata da tətbiq edilə bilər. Əsas prinsip budur. Biz nadir hallarda başqasını dəyişməyə birbaşa motivasiya edə bilərik. Bunun əvəzinə onlara dəyişiklik üçün öz daxili motivasiyalarını tapmağa kömək etməliyik. Yəni onlara nə etməli olduqlarını demək əvəzinə, onların özlərinin doğru yolu tapmalarına şərait yaratmalıyıq. Sanki onlara bir güzgü tuturuq ki, öz inanclarını və davranışlarını kənardan daha aydın görsünlər. Dəqiq olaraq. Bu yanaşmanın 3 əsas komponenti var. Açıq tipli suallar vermək, reflektiv dinləmə və insanın dəyişmə istəyini və bacarığını təsdiqləmək. Məqsəd mübahisəni udmaq yox, insanın düşüncə prosesini anlamaqdır. Kitabdakı Peyvənd pıçıldayana adlandırılan həkim Arno Ganyor'un hekayəsi yəqin ki, bunun ən yaxşı nümunəsidir. Əla nümunədir. O, övladını peyvənd etdirməkdən qəti şəkildə imtina edən bir ana ilə qarşılaşır. Əksər həkimlər bu vəziyyətdə faktları sadalayar, ananın səhv olduğunu sübut etməyə çalışardı. Amma o, tam fərqli bir yol seçir. Ona mühazirə oxumur. Oxumur, onu qınamır, əvəzində sadəcə suallar verir. Peyvəndlərlə bağlı sizi narahat edən nədir? Bu məlumatları haradan əldə etmisiniz? Hansı mənbələrə etibar edirsiniz? Sonra isə sadəcə dinləyir. Və ana öz qorxularını ifadə etdikcə, Həkim onu anladığını göstərir. Deyir ki, görürəm ki, övladınızın sağlamlığı üçün çox narahatsınız və onun üçün ən doğru qərarı vermək istəyirsiniz. bu çox güclü bir cümlədir. O, ananın mövqeyini yox, onun niyyətini təsdiqləyir. Onu bir düşmən kimi yox, övladının qayğısına qalan bir ana kimi gördüyünü göstərir. Bu, yəqin ki, bütün müdafiə mexanizmlərini aradan qaldırır. Məhz elə, ana təzyiq hiss etmədikcə, öz arqumentlərini ucadan səsləndirdikcə, onlardakı bəzi ziddiyyətləri özü görməyə başlayır. Söhbətin sonunda həkim sadəcə soruşur. Peyvənd haqqında daha çox məlumat əldə etmək üçün etibar edəcəyiniz mənbələr haqqında danışmaq istərdinizmi? Və ana razılaşır. Deməli, təzyiq altında qalmadan özü bu qənaətə gəlir. Tamamilə. Bu da onu göstərir ki, bəzən ən yaxşı arqument sadəcə susub qulaq asmaqdır. İnsanı dəyişməyə razı sala biləcək ən yaxşı şəxs elə onun özüdür. Mübahisəni bir döyüş kimi yox. Bir rəqs kimi görəndə, bəli, birlikdə irəliyə doğru bir yol tapa bilərik. Məqsəd bir-birini yıxmaq deyil, ortaq bir ritm tapmaqdır. Beləliklə, bütün bunları bir yerə yığsaq, bugün araşdırdığımız əsas fikir budur. Sürətlə dəyişən bir dünyada zehni çeviklik, yəni köhnə biliklərimizi şübhə altına almaq və yenidən düşünmək bacarığı həyati əhəmiyyət daşıyır. Düzdür. Və biz çox vaxt özümüzü vaiz, prokuror və ya siyasətçi rejimlərində kilidləyirik, halbuki əsl inkişaf alim kimi düşünməkdən keçir. Və bu bacarıq iki istiqamətdə işləyir. Həm daxilə, həm xaricə doğru. Bəli. Daxilə doğru bu özümüzə qarşı əmin təvazökarlıq bəsləməkdir. Xaricə doğru isə başqaları ilə mübahisə etmək əvəzinə onları anlamağa çalışaraq və düzgün suallar verərək dinləməkdir. Məsələ həmişə haqlı olmaq deyil, daha çox həqiqətə bir addımda yaxınlaşmaqdır. Kitabda çox xoşuma gələn bir fikir də var. Deyir ki, kimliyinizi inanclarınızla deyil, dəyərlərinizlə müəyyən edin. Bu çox vacib məqamdır. Yəni, mən bu partiyanın üzvüyəm demək əvəzinə, mən ədalətə inanan biriyəm demək kimi. Çünki inanclar dəyişə bilər və dəyişməlidir, amma dəyərlər daha dayanıqlıdır. Aydındır. Deməli, əgər sənin əsas dəyərin öyrənməyə açıqlıqdırsa, Dəqiq. O zaman yeni bir faktla qarşılaşanda fikrini dəyişmək sənin üçün bir məğlubiyyət yox, əksinə öz dəyərlərinə sadiq qalmağın bir sübutu olar.
bu sənə inanclarını ağırsız şəkildə yeniləmək üçün inanılmaz bir çeviklik verir. Sonda sizin üçün bir düşüncə. Yəqin ki, hamınız qaynar sudakı qurbağa hekayəsini eşitmisiniz. Güya qurbağanı birbaşa qaynar suya atsanız, dərhal tullanıb çıxacaq. Amma onu ilıq suya qoyub suyu tədricən qızdırsanız, təhlükəni hiss etmədən bişib öləcək. Bəli, bu hekayə tədrici dəyişikliklərə qarşı necə kör ola biləcəyimizə bir metafora kimi istifadə olunur. Amma işin ən maraqlı tərəfi odur ki, bu hekayə tamamilə yalandır. Bioloqlar təsdiq edir ki, su qızdıqca qurbağa sadəcə tullanıb çıxır. Bu bizim illərdir doğru bildiyimiz, amma heç vaxt yoxlamadığımız bir faktdır. Bu həftə uzun müddətdir şübhə etmədiyiniz, sadəcə bildiyiniz hansı inancınızı bir alim kimi sınaqdan keçirə bilərsiniz? Fikrinizi dəyişmək üçün hansı dəlilə ehtiyacınız olardı?